Hər bir rəqəmin öz karmik dərsləri var. Bugün isə 7 rəqəminin karmik vəzifələrindən danışacağıq. Doğum günün 7-si, 16-sı, 25-idirsə, ruh rəqəmin 7-dir. Amma unutma ki, doğum günümüz nə qədər sadə görünsə də, onda olan bütün rəqəmlərin hər biri sənə təsir edir və insanın daxili strukturunu formalaşdırır. Eyni rəqəmlərə sahib olan insanlar özlərini həm rəqəmin müsbət, həm də mənfi tərəfdən tanıda bilərlər. Çünki eyni rəqəmlər olsa da, onların yaşadığı şüur səviyyəsi fərqlidir. Bu isə insanın öz üzərində işləyib işləməməsindən, ruhani inkişaf yolunda nə qədər irəliləməsindən və travmalara necə yanaşmasından asılıdır. Ruh rəqəminin hesablanması doğulduğunuz günün toplamıdır. Yəni 16-sı və 25-i anadan olanlar rəqəmləri toplayaraq 7 rəqəmini əldə edəcəklər. 7 mənəviyyatın, dərin düşüncənin və axtarışın rəqəmidir. Onların həyatında ən böyük sınaq reallıqla fantaziya, mənəvi və maddi dünya arasında balansı tapmaqdır. Həyatında 7 olan hər kəs üçün mənəvi inkişaf çox vacibdir. Kimsə özünü dərk etmə yoluna çıxır, kimsə mənəvi təcrübələrlə məşğul olur. 7-nin sualı özünə: mən nə üçün yaşayıram? Niyə hadisələr belə baş verir başqa cürə yox? Mənim bu dünyada gördüyüm missiya nədir olmalıdır? Yadda saxlamaq lazımdır ki, dinə kör-körənə bağlanmaq mənəvi təcrübə deyil, əksinə insanı özündən daha da uzaqlaşdıra bilər. 7-lərin talelərinə baxanda görürük ki, əgər onlar mənəvi tərəflərini görməzlikdən gəlir, düşüncələrinə və təsəvvürlərinə nəzarət etmirlərsə, müəyyən mənfi cəhətlər özünü göstərməyə başlayır. İlk olaraq həyatın, insanların və vəziyyətlərin təhrif olunmuş görmə tərzidir. Belə 7-lər ömür boyu illüziyada yaşaya bilər. Bəziləri passivcə dəyişiklik gözləyir, bəziləri isə fasiləsiz nəsə edir. Amma nəticədə elə bilirlər ki, həyatları dəyişir, halbuki özləri eyni olaraq qalırlar. İkinci olaraq, adi tiblə müalicə olunmayan mistik xəstəliklər. Çox vaxt sağlamlıq problemləri 7-ləri qeyri-ənənəvi müalicə üsullarına yönəldir. Çünki onlar başa düşürlər ki, həkimlər kömək edə bilmir. Xəstəliklərin arxasında daha dərin bir məna gizlənir. Üçüncü olaraq, alkoqol və narkotiklərdən istifadədir. Bəzən 7-lər güya mənəvi təsir göstərən, amma əslində asıllıq yaradan müxtəlif dırnaqarası qanuni vasitələrlə də təcrübə aparırlar və bunun onları reallıqdan uzaqlaşdırdığını düşünmürlər. Dördüncü olaraq, ağlın nigaranlığı və psixi pozuntulardır. Bəzi 7-lər bəzən fantaziyanı reallıqdan ayıra bilmir. Elə insanlar olur ki, səslər eşidir, başqalarının görmədiyi şeyləri görürlər. Statistikaya görə ən çoxu dəli olanlar məhz ruh və qədər sayı 7 və 4 olanlardır. Niyə? Çünki onlar gördüklərinin, eşitdiklərinin real olduğuna inanırlar və reallıqdan nə qədər uzaqlaşsalar, başqalarının onları dəlidir hesab etmə ehtimalı bir o qədər də artar. 7-lər arasında həm maddiyyata pərəstiş edənlər, həm də pulun dəyərini inkar edənlər var. Bəziləri heç vaxt özləri pul qazanmağı öyrənmir. Nəticədə maddi çətinliklər onların əsas dərdinə çevrilir. Başqaları isə əksinə hər şeyin pula satılıb alındığına inanır və mənəvi dəyərlərə uzaq qalır. Bəzi 7-lər asanlıqla başqalarının hesabına yaşayır, pullarını isə sağa-sola xərcləyirlər. Digərləri buna baxıb təəccüblənirlər. Necə olur ki, bu qədər rahat yaşayırlar? Amma 7 deyərdi ki, mən bugünü yaşayıram, sabahı düşünmürəm. Pul məsələsində ifratçılıq 7-lərin həyatında tez-tez rast gəlinən vəziyyətdir. Onların karmik vəzifəsi mənəvi və maddi dünyanı birləşdirməkdir. Bəziləri deyir ki, 7-lərə güvənmək olmur. Çünki bir dəqiqədən sonra onlardan nə gözləyəcəyini bilmirsən. Digərləri isə əksinə hər şeyi planlaşdıran, heç vaxt rahatlamayan 7-lərdir. Onlarda hər şey dəftərə yazılıb, hər şey qrafiklədir. Plan dəyişsə əsəbləşirlər. Bu cür insanlar dəyişikliklərə çətin uyğunlaşır. Eyni zamanda başqa 7-lər heç vaxt plan qurmur və axına buraxır. Bəziləri hər məclisin canı olur, bəziləri isə əksinə özünü dünyadan təcrid edib təkliyə çəkilir. Amma təcrid olmaq da çıxış yolu deyil.
Çünki insanın karmasının 95%-i münasibətlərdə həll olunur. 7-lər asanlıqla özgə təsirinə düşə bilər. Çox vaxt tanımadığı insanlara və ya yanlış mənbələrə kör-koranə güvənərlər. Ona görə də fırıldaqçılar üçün 7 ən rahat hədəfdir. Onlar mütləq öyrənməlidirlər ki, başqalarının təsiri altında qalmadan öz qərarlarını özləri versinlər. 7-lərin əsas meyillərindən biri reallıqdan uzaqlaşmaqdır. Onlar bəzən bədənlərini unuturlar. Buna görə də onlara bədənlə əlaqəni gücləndirən təcrübələr faydalıdır. Masaj, soyuq su ilə yuyunmaq, qigong və ya yoga. Elə 7-lər var ki, günlərlə meditasiya edərək yeməyi belə unuda bilərlər. Onların təbiəti belədir, sanki başqa məkanlara uçmaq. Amma karmik dərsləri odur ki, burada və indi olmağı bacarsınlar. 7-lər çox vaxt başqalarını özlərindən üstün tuturlar. Uşaqlarına, qohumlarına, tanışlarına həddindən artıq qayğı göstərir və nəticədə özlərini qurban verib, öz ehtiyaclarını unuturlar. Amma onların bu fədakarlıqları çox zaman dəyərləndirilmir. Çoxu isə ömrü boyu minnətdarlıq gözləyir. Ömrün sonuna yaxın ya bəxtləri gətirsə, daha tez anlayırlar ki, boş yerə başqalarını özlərindən üstün tutublar. Çünki uşaqlar böyüyüb evdən gedəcək, qohumlar öz yoluna davam edəcək. 7 isə geridə öz gerçəkləşməmiş arzuları və hədər getmiş illəri ilə qala bilər. Bunun üçün hər 7-nin vəzifəsi özünü unutmamaq və öz istedadını inkişaf etdirməkdir. Həm özünə fayda, həm də başqalarına sevinc gətirmək üçün. 7-lər yuxuları və xəyalları reallıqla qarışdırmamalıdırlar. Onlarda xəyal və gerçəkliyin sərhədi çox incədir. Ona görə də xəyalları real həyata daşımaq təhlükəlidir. Bəziləri yad planetlərin gəlişini və ya dinozavrların qayıdışını gözləyir. Bəziləri isə o qədər qeyri-adi yuxular görür ki, ssenarilərini Hollivooda satmaq olar. Əgər belə rəngarəng yuxularınız varsa, yazın, fantaziya romanına çevirin. Amma ağlınızla zarafat etməyin. Bu çox ciddi düşməndir. Əks halda sizin danışdıqlarınız başqalarına dəli söhbəti kimi gələ bilər. Ona görə də belə hekayələr danışanda mütləq əlavə edin. Mən yuxuda gördüm və ya təsəvvür edin, əgər gələcəkdə belə olsa. Bu sizi çox problemlərdən qoruyar. Bəli, dediyim kimi, bu yuxu və ideyaların içində qiymətli toxum da ola bilər. Çünki bir vaxtlar kiməsə də lampanın, təyyarənin və ya internetin ideyası elə yuxuda gəlib. Əsas odur ki, burada və indi yaşayın. Amma o başqa aləmlərdən dəyərli ideyaları götürüb gerçək həyatda tətbiq edin. Həm özünüz, həm də başqaları üçün. 7 rəqəminin dərsi mənəviyyatını inkişaf etdirmək, amma eyni zamanda ayağını möhkəm yerdə saxlamaqdır. Özünü qurban vermədən, başqalarının təsirinə düşmədən, istedadlarını həyata gətirməklə həm özünün, həm başqaları üçün fayda yarada biləcək dünya qurmaqdır. 7-lər böyük gücdür, sadəcə onu doğru istifadə etmək lazımdır. Həyat alma-vermə balansı üzərində qurulub. Balansı qorusan, yeni karma yaratmazsan və yolun daha aydın olar. Əgər bu mövzu sənə dəyər qatdısa, kanala abunə ol, videonu bəyən və dostlarınla paylaş. Sənin dəstəyin bizim işığı daha çox insana çatdırır.